Salam əziz şahidlər, hər biriniz xoş gördük. Bildiyimiz kimi bugün 27 aprel tarixində yarı final turu fen müsabiqəsinin təşkil olunub. 6-cı siniflərin sualların izahlarına baxırıq. Birinci sualımız belədir. A və B sadə ədədlərdir. 18 kiçikdir A, kiçikdir B, kiçikdir 83 olarsa B A fərqi ən çox neçə ola bilər? B A fərqinin ən böyük olması üçün B ən böyük sadə ədəd olmalıdır. 83-dən kiçik ən böyük sadə ədəd 79-dur. 18-dən böyük ən kiçik sadə ədəd 19-dur. Bunların fərqi tələb olunur. 79 minus 19 cavab olacaq 60. İkinci sual. Kubun bütün üzərində mənfi tam ədədlər yazılıb. Qarşı üzərdəki ədədlərin hasili bir-birinə bərabərdir. Kubun şəkildə görünməyən 3 üzündə yazılan ədədlərin cəmi ən az neçə olar? Mənfi 5-in qarşısında A, mənfi 10-un qarşısında B, mənfi 30-un qarşısında C olduğunu düşünək. Qarşı üzərdəki hasillər bərabərdir. Yəni mənfi 5A bərabərdir mənfi 10B bərabərdir mənfi 30C. Bu bərabərliyin hər iki tərəfini mənfi 5'e bölsək, A bərabərdir 2B bərabərdir 6C olar. Tələb olunan ABC cəminin ən kiçik qiymətidir. Ona görə həm 6 həm 2'ye bölünən mənfi ədədlərdən ən böyüyünü seçirik. Burada mənfi 6 olmalıdır. Yəni bu ən böyük mənfi ədəddir ki, həm 2 həm də 6'ya bölünür. Onda A'nın qiyməti olmalıdır mənfi 6, B'nin qiyməti olmalıdır mənfi 3, C'nin qiyməti olmalıdır mənfi 1. Və bu ədədlərin cəminin ən böyük qiyməti mənfi 10 olar. Üçüncü sualda üç rəqəmli 82A ədədi 9'a bölünməsində alınan qalıq 7'dir. 9'a bölünmə əlamətinə görə rəqəmlər cəmi 9'a bölünməlidir, amma istəyir ki, qalıq da 7 olsun. Yəni bu cəmin 9'a bölünməsində alınan qalıq 7 olmalıdır. Əgər biz ikisini toplasaq görək 10 olar. 10 plus A'nın bölünməsindən alınan qalıq 7 olması üçün, yəni bu cəm olmalıdır 16. Bu cəmin 16 olması üçün, çünki 9 tam bölünür, 16 isə 9'a bölünəndə qalıq 7 alınır. Buradan A'nın qiymətini tapırıq ki, A 6'dır. İkinci ədədimiz 3. A'nın qiymətinin 6'nı yerinə yazırıq. Bu ədədin 9'a bölünməsində alınan qalıq 2'dir. Yəni yenə də rəqəmlərin cəmi 9'a bölükdə qalıq 2 olmalıdır. 3, 6, 9 edir, tam olaraq bölünür. Qalığın 2 olması üçün demək ki, A'nın qiyməti 2 olmalıdır. Yəni bu cəm 11 olmalıdır və A'nın qiyməti buradan 2 tapılır. Daha doğrusu B'nin qiyməti burada 2 tapılır. Bu B'nin qiymətidir. Və indi deyilir ki, B A ədədi. Yəni B'nin qiyməti 2'dir, A'nın qiyməti 6'dır. 266 ədədin 9'a bölünməsindən alınan qalıq neçədir? Bu ədədin rəqəmləri cəmi 14'dür. 14'ün 9'a bölünməsindən alınan qalıq 5'dir. Doğru cavab olmalıdır 5. Dördüncü sualda aşağıda bir ədədin sadə vurğulara ayrılmasının algoritmi verilib. Buna əsasən aşağıdakilərdən hansı doğru deyil? Deməli burada ən aşağıdan başlasaq, məsələn P 2'ye bölünüb 1 alıb, demək P 2'dir. S 2 dəfə 2'ye bölünüb, yəni S 4'dür. T, hər bir ədəd onun qarşısındakı sadə vurğudan aşağıdakı bütün ədədlərin hasilinə bərabərdir. Yəni T burada 2 vur 2'dir. Yəni T 8'dir. Digəri K artıq 3 vurulsun, ondan aşağıdakı vurğuların hasilidir, bu 24'dür. N 5 və ondan aşağıdakı vurğuların hasilidir. Deməli bu eləyəcək 120. M'dəki 240 olacaq. Bunların hamısının hasıl olduğuna görə 240'dır.
Hansı doğru deyil deyir. Baxırıq ki, n-in qiyməti əslində olmalıdır 120, amma variantlarda 150 verib. Demək ki, B variantı doğru deyil. 5-ci sualda x, y, z sadə ədədlərdir. Bu bərabərliyə əsasən bu cəmi tapmaq lazımdır. X, y çıxılsın, x, z bərabərdir 19'dur. X ortaq vuruq qarşıya çıxır. Bərabərdir 19. Və hasilin 19 olması üçün vuruqlardan biri 1 olmalıdır. X 1 ola bilməz çünki sadə ədəd deyil. Ona görə x 19'dur. X 19 olduğuna görə bu fərq 1 olmalıdır. Fərqi 1 olan ədədlər ardıcıl ədədlər olmalıdır. Və onlar sadə olduqlarına görə burada bir variant var ki, bunlar ardıcıl sadə ədədlər yalnız 2 və 3'dür. Tələb olunur bu ədədlərin cəmi toplayırıq, cavab olur 24. 6-cı sualda 2 rəqəmli ədəddir, AB ədədi bərabərdir 3A plus 8B'dir. AB 2 rəqəmli ədədi aşağıdakilərdən hansını hər zaman bölünür? AB ədədini 10A plus B şəklində açaq. A'lar bərabərliyin bir tərəfinə, B'lər digər tərəfinə keçirilir. 7A bərabərdir 7B, A bərabərdir B'yə. Yəni 2 rəqəmli ədədin rəqəmləri bir-birinə bərabərdir. Yəni bu ədəd 11 vurulsun A şəklində yazıla bilən bir ədəddir. Yəni bu ədəd 11'ə tam olaraq bölünür. Doğru cavab olmalıdır D bəndi. 7-ci sual. ABC 3 rəqəmli natural ədədlərdir. Dairələrin içərisində isə onların müxtəlif sadə vuruqları göstərilmişdir. Buna görə A plus B plus C cəmi ən az neçədir? Deməli, A'nın vuruqları içərisində 2, 3 və 5 var. Bunların hansılı 3 rəqəmli ədəd vermədiyinə görə demək ki, başqa vuruqlar da olmalıdır. Burada müxtəlif sadə vuruqlar dediyinə görə artıq 2, 3, 5'dən başqa vuruq götürə bilmərik. Və cəm ən az olmalıdır. Ona görə də baxaq görək. Yalnız 2 və 5 vuruqlarından ibarət olan hansı ədədlərə vurmaq olar ki, hasil 3 rəqəmli olsun. Bunun üçün biz baxaq hələlik bu hasilə. Bu hissə bizə verəcək 30A. Bu da bərabərdir. A'nın qiyməti 2 olsa 3 rəqəmli olmur, 3 olsa 3 rəqəmli olmur, 5 olsa 150 olur. 5'dən daha kiçik mümkündürmü? 5'dən daha kiçik mümkün ola bilər. 2 dənə 2 vuruğu götürürsə, yəni 4 götürürsə. Ona görə də biz A'nın yerinə 2'nin kvadratı yazırıq. Bu deyilir 120. Demək ki, A'nın ən kiçik 3 rəqəmli qiyməti 120'dir. B'ni də eyni qaydada 2, 3, 7 yazırıq. Burada da hər hansı bir ədəd var, onu bilmirik. 42 vurulsun B. Bu ədədin deməli 3 rəqəmli olması üçün B 2 ola bilməz. B 3 ola bilər. Yəni B'nin qiyməti artıq 3 ola bilər. Ona görə də ən kiçik qiymət olaraq bunu götürürəm. Cavab olur burada 126'dır. C 3 vur 5 vur 7'dir. Bu hasil 3 rəqəmli ədəddir. Ona görə də bu ədədin nəyəsə vurmağa ehtiyac yoxdur. Tələb olunan ABC cəmidir və onların ən kiçik qiymətlərini tapmışıq. Bunları toplayırıq. Cavab olur 351. 8-ci sual. Aşağıdakı rəqəmli 3 natural ədədin hasili verilib. 11 vur 17 vur A. A da 2 rəqəmli ədəddir. Hasilində alınan nəticənin 8 natural böləni var. Natural bölənlərin sayının tapılması qaydasına görə əgər A sadə ədəd olsa, biz onların qüvvət üstlərinə 1 gəlib bir-birinə vurmaqla natural bölənlərin sayını tapırıq. Bu da 8 olur. Demək ki, A sadə ədəd olmalıdır. Variantlarda baxırıq ki, D variantında 91 var. 91 ədədi sadə ədəd olmadığına görə bu cavab ola bilməz. Demək ki, D variantı mümkün deyil. 9-cu sual. X, Y, Z natural ədədlərdir.
Deməli, tələb olunur ki, z bərabərdir x böl y-də y neçə fərqli qiymət ala bilər? Y 1 olsa, yəni 1 olsa 1 və 16 arasında 1-ə bölünən ədədlər yetəri qədər var. Ona görə y1 ola bilər, y2 ola bilər. Y2 olsa məsələn x4 ola bilər, yenə z natural olur. Y3 olsa x məsələn 6 ola bilər. 4 olsa x 8 ola bilər. 5 olsa x 10 ola bilər. 6 olsa deməli bir dənə burada x-in qiymətlərini yazmadan biz gedək. 5 olsa x 10 ola bilər. 6 olsa x 12 ola bilər. 7 olsa x 14 ola bilər. Artıq 8 olsa y x 16 olmalıdır. Daha böyük isə mümkün deyil. Demək ki, burada y-in 7 qiyməti ola bilər. Cavab olmalıdır 7. 10-cu sualda ABC natural ədədlərindən seçilən hər hansı ikisi bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. Yəni bu demək ki, hər ikisi, məsələn A ilə B, deyək ki, B ilə C, A ilə C, bunlar 2-2 götürdükdə bunların hər cütlük qarşılıqlı sadə olmalıdır. Bu üç ədədin hasili 1050-dir. Yəni A vur B vurulsun C bərabərdir 1050-dir. Tələb olunur ki, aşağıdakilərdən hansı qətiyyən bu üç ədədlərdən biri ola bilməz. Biz 1050-ni qruqlarına ayırsaq, 2 vur 3 vurulsun 5-in kvadratı vurulsun 7 olar. Burada yalnız 5-dən 2 dənədir. Əgər bu 5 vuruqlar yalnız bir ədəddə olarsa, bu mümkündür. Əgər 5 vuruğunun biri bir ədəddə, digəri başqa ədəddə olarsa, həmin ədəddə qarşılıqlı sadə olmaz. Ona görə də 5 vuruğuna əsas diqqət edirik. Məsələn, D variantında 25 var. Hər iki 5 bir ədəddə yazıldığına görə mümkündür. Amma B variantında 5 vuruğu biri var, biri yoxdur. Bu 15 olsa, digər ədədlərin birisində, hər hansı birində, məsələn, deyək ki, B-də bir 5 vuruğu olmalıdır. Həm A-da, həm B-də 5 vuruğu varsa, demək ki, bunlar qarşılıqlı sadə olmayacaq. Ona görə burada B variantındakı 15 mümkün deyil. 11 düzbucaqlı şəklində bayraq 3 eyni hissəyə bölünmüş və bu hissələrin ikisi şəkildəki kimi mavi rəngdə boyanmışdır. Deməli, bayraq 3 hissəyə bölünüb. Enlər eynidir. Hər birinə A deyirəm. Uzunluğuna da B deyirəm. Və deyir ki, ağ rəngli hissənin eni bayrağın enindən 30 cm qısadır. Bayrağın eni 3A'dır. Ağ hissə ortadır. Şəkildə görürük. Bura rəngləmiş hissələrdir. Fərqini 30 verib. Yəni o ondan 30 vahid böyükdür. Buradan tapırıq ki, A bərabərdir 30. A bərabərdir 15. Yəni biz bayrağın eni 3A olduğuna görə 45 olduğunu tapırıq. Sahəsi isə 3300 kiçikdir. Biz ümumi bayrağın sahəsini tapmaq üçün 3A-nı B-yə vurmalıyıq. Ağ hissənin sahəsini tapmaq üçün A-nı B-yə vurmalıyıq. Bu da şərtə görə 3300-dür. A-nın qiyməti 15 olduğuna görə 45B çıxılsın 15B bərabərdir 3300. Buradan 30B bərabərdir 3300 və B bərabərdir. Buradan tapırıq ki 110'dur. Bizdən tələb olunan bayrağın uzunluğu, yəni B-nin qiymətidir. Cavab olacaq 110. Növbəti sual 12-ci sual. Rəqəmləri müxtəlif 3 rəqəmli 4 fərqli mənfi tam ədədin cəmi mənfi 3201'dir. Buna görə bu ədədlərdən ən böyüyü ən çox neçə ola bilər? Bu 4 ədəddən birinin ən böyük olması üçün digərləri ən kiçik olmalıdır. Rəqəmləri müxtəlif olan ən kiçik
3 rəqəm nə dedilər? Bunlardır. Axırıncı ədədi bilmirik və bunların da cəmi -3201-dir. Və biz burada A-nı tapmaq üçün -3201-dən bu ədədlərin cəmini çıxırıq. Bu da bərabər eləyir -243. Demək ki, bu ədəd ən böyük -243 ola bilər. 13-cü sualda A şəhərindəki əhalinin 8-də 3-ü B şəhərinə gedərsə. A şəhərində fərz edək 8x var, B şəhərində y var. A şəhərindəkilərin 8-də 3-ü, yəni 3x-i gedir B şəhərinə. Yəni buradan azalır, digər tərəfdə isə artır. Onda A şəhərində 5x, B şəhərində y plus 3x. Nəfər var və bu saylar bərabər olduğuna görə y olur 2x. A şəhərində 8x var idi, B şəhərində y. Deyir ki, neçə dəfə çoxdur? Bu nisbət tələb olunur. 8x bölünsün 2x. Bu da bərabər oldu 4 dəfə. Demək ki, 4 dəfə əvvəl əhali orada çox idi. 14-cü sual. Sürahinin 3-dəki hissəsi su ilə doludur. Sürahidəki suyun 4də biri boş stəkanı tam doldura bilir. Buna görə bu stəkanın tutumunun sürahinin tutumuna nisbətini tapın. Deməli, var sürahi, bir də var stəkan. Sürahinin 3də 2-si doludur. Sürahi x olarsa, onun 3də 2-si doludur. Sürahidəki suyun, yəni 3də 2x-in 4də 1-i stəkanı doldurduğuna görə, demək ki, 3də 2x-in 4də 1-i 1 stəkana bərabərdir. Bu da bərabər edir 6da 1 x-a. Tələb olunur sürahidəki suyun tutumunun stəkanın tərsinə nisbət tələb olunur. Stəkan və sürahi nisbəti tələb olunur. Sürahi 6da 5x-dir. Daha doğrusu stəkan 6da 5x-dir, sürahi x-dir. X sayıqsa gedir, olur 6da 1-i. Yəni, həmin suyun 6da 1-i qədər onun tutumu olacaq. 15-ci sualda bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabər olduğuna görə, demək ki, biz 3x plus 6-nı bərabərləşdirməliyik. 4 vurulsun x minus 1-ə. Buradan x-in qiymətini tapırıq. X buradan tapılır 10. X 10-sa bərabər tərəfli üçbucağın tərəfi 3x plus 6-dan tapılır 36. Onda perimetr ABC bərabər olur 3 vurulsun 36-ya. Və tərəfləri verilən kvadratın perimetri deyək ki, üçbucağın perimetrinə bərabərdir. Kvadratın perimetri isə bərabərdir 4 vurulsun bir tərəfin uzunluğu. Bu həm də bərabərdir 3 vurulsun 36-ya. Yəni üçbucağın perimetrinə. 4 vur 9 36-dır. Burada 36-ya bölə bilərik. Onda y minus 2 bərabərdir 3-dür. Y bərabərdir 5-dir. Tələb olunan x plus y cəmidir. X biz tapdıq 10. Y 5. Cavab olacaq 15. 16-cı sualda bir-birinə döndürən iki çarxın diş sayılar nisbəti fərqi daha doğrusu 45-dir. Dövr sayılar nisbəti 7/4. Dövr sayıları ilə deməli dişlərin sayı tərs mütənasibdir. Dövr sayı və diş sayı tərs mütənasibdir. Yəni kiçik və böyük olmaqla diş sayılarını desək, əgər dövrlərin sayı 7/4-dürsə, yəni 7 kiçik
4 də böyüyün dövr sayı kimi düşünsək, onda bu dik sayları tərs mütənasib olduğuna görə kiçiyin 4x dişi, digəri isə 7x dişi olacaq. Bunların fərqi 45-dir. 7x çıxılsın 4x bərabərdir 45. 3x bərabərdir 45. X bərabərdir 15. Az dövr edən hansıdır? Əlbəttə böyük olan az dövr eləyib. Böyüyün dişləri tələb olunur. Yəni 7 vur x. Bu da bərabər olacaq 105-ə. 17-ci suala baxaq. Deyir ki, kvadratın hər bir ədəd solundakı ədədin 4 misli, üstündəki ədədin yarısı olacaq şəkildə yazılıb. Onda biz belə yaza bilərik. Hər bir ədəd solundakının 4 misli. Yəni biz bura A yazsaq, onda bura olacaq 4A, bura olar 16A. Üstdəkinin isə yarısıdır. Yəni onda yuxarıya doğru çıxdıqca 2-yə vurmaq lazımdır. 8A, 16A. Burada deməli 32A, burada isə 64A. Bunların hamısının cəmi olacaq 147A. Bunların da cəmi 294. Və A-nın qiyməti buradan tapılır 2-dir. X-in yerində yazılacaq ədəd 32 A-dır. Yəni X bərabərdir 32A. A-nın qiyməti 2-dir. Cavab olacaq 64. 18-ci sualda bir M natural ədədində olan müxtəlif rəqəmlərin sayı M ilə göstərilir. Məsələn, verilmiş ədəddə 3 dənə fərqli rəqəm var. 2, 0, 5. Ona görə 3 yazılıb. Verilən bərabərliyin ödənilməsi üçün B-nin ala biləcəyi qiymətlərin cəmi neçə olar deyə soruşur. İndi bu bərabərlikdə nəticə bizim üçün məlumdur. Bu nəticədə 0, 2, 4, 3, 7. Bütün rəqəmlər müxtəlif olduğuna görə deməli nəticə 5 olmalıdır. İndi biz də həmin şəkildə B-yə elə qiymətlər verək ki, bu cəm bərabər olsun 5-ə. Biz B-yə məsələn 1 versək, birincinin 3 dənə müxtəlif rəqəmi, ikincinin də 3 dənə müxtəlif rəqəmi olduğuna görə cavab 6 olmalıdır. Yəni bu mümkün deyil. Eyni qayda B-yə 2 versək də mümkün olmayacaq, çünki yenə 3 olacaq. B-yə 3 versək, birincidə 2 müxtəlif rəqəm, ikincidə 3 müxtəlif rəqəm olduğuna görə cavab 5 olur. Yəni B-nin bir qiyməti 5-dir. Eyni qayda 4-ü yoxlayırıq. 4-ü yoxlasaq, yenə 3 plus 3 6 olur. B-nin 5 qiymətini yoxlasaq, birincidə 2, ikincidə də 2, cavab 4 olur. Yəni bu da ödəmir. B-nin 6 qiymətində birincidə 3 müxtəlif rəqəm var, ikincidə 2 müxtəlif rəqəm var, cavab 5-dir. Yəni bu da ödəyir. Digərləri ödəmir. Yəni mümkün qiymətlər burada 3 və 6-dır. Bunları toplayırıq, cavab olur 9. 19-cu sualda verilmiş ifadənin cəmi natural ədəddir. Buna görə A-nın natural ala biləcəyi neçə fərqli qiymət var deyə soruşur. Demək ki, məxrəclər hamısı A olduğuna görə sürətlərin cəmi sürətdə yazılır. Plus 18-dir. Burada sürətdə ədəd sayı 15-dir. Sürətdə ədəd sayı 15-dir. Onda bu cəmi tapmaq üçün eyni vahid, yəni bir vahid artdığına görə ədədlərin cəmi bu şəkildə tapıla bilər. Birinci ilə sonuncunu toplayıb 2-yə bölürük və vururuq onların sayına. Bu da 11 vurulsun 15 eləyər. Yəni sürət olacaq 11 vurulsun 15 məxrəcdə A-dır. İndi bunun natural olması üçün A olmalıdır 11 vur 15-in natural böləni. Yəni biz bu ədədin natural bölənlərin sayını tapırıq. 15 də belə vuruqları ayrılsa, natural bölənlərin sayını tapmaq üçün qüvvət üstərini 1 əlavə edib vururuq bir-birinə. Bu da olur 8.
Demək ki 8 dənə bu ədədin natural böləni olacaq. Növbəti sualımız, deməli 20-ci suala baxırıq. Aşağıdakı toplama əməlində hər bir hərf sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Deməli bu şəkildə biz bunu düşünməliyik ki, əgər sıfırdan və birdən bir-birindən fərqlidirsə, ən böyük ədədin alınması üçün digər iki ədəd ən kiçik olmalıdır. Ən kiçik olması üçün ədəd 1 və 2 ilə başlamalıdır. Rəqəmlər müxtəlif olduğuna görə ən kiçik ədədlər 13 və 24. Bu ikisini toplasaq cəmi 37-dir. Üçünün cəmi də 133 olduğunu görə bunlardan 37-ni çıxırıq. Cavab olur 96. 96-da, yəni cavabda alınan rəqəmlər əvvəlcə bizim götürdüyümüz rəqəmlər içərisində olmadığına görə demək doğru cavab olmalıdır B bəndi. 21-də aşağıdakilərdən hansı ən kiçikdir deyir. Birinci mötərizənin içərisində A variantında 1-i 2-yə bölüb 2-də 1 alınır. 2-də 1-i 3-ə böləndə 3-də 1-ə vurmaq lazımdır. 4-ə böləndə yenə 4-də 1-ə vurmaq lazımdır. Bu olacaq 24-də 1. Məsələn, bir variantda yoxlasaq, ikinci də B variantında 1-i 2-yə bölmək budur. 3-ü 4-ə bölmək 3-də 4-də, amma ortada bölmə olduğuna görə biz bunu tərsinə vurmalıyıq. Yəni, bu olmalıdır 3-də 4. Bu isə bizə verəcək 3-də 2. Bu daha böyük ədəddir. Digərlərini həmin şəkildə yoxlaya bilərik. Burada elə bu variantdan daha böyük alınması üçün mümkün deyil. Ona görə də doğru cavab elə burada A variantıdır. Növbəti baxırıq 22-ci suala. A vur x bərabərdir 0,32-dir. A vur y bərabərdir 0,16-dır. A vur z bərabərdir 0,40-dır. X, y, z vurulsun A-nı tapın deyir. Deməli, burada x, y, z rəqəmlər olduğuna görə A elə bir ədəd olmalıdır ki, bu ədədləri A-ya böləndə rəqəmlər alınsın. Burada hər üç ədədi bölən ədəd götürülməlidir. Bu da 0,8-dir. A 0,8 isə onda x-in qiyməti 4-dür, y 2-dir, z 5-dir. X, y, z ədədi vurulmalıdır A-ya, yəni 425 vurulmalıdır 0,8-ə. Bu da bərabər olacaq 34-dür. Doğru cavab olacaq 34. 23-cü sualda deməli cədvəl üzrə 3 xanada müəyyən verilənlər var. Deməli, bura 70-dir, bura y-dir, bura x-dir. Bu cədvəldə ədədlər sütunlar üzrə yuxarıdan aşağı doğru 40% artır. Soldan sağa doğru isə 50% azalır. 50% azalmaq, yəni onun hər dəfə 2-yə bölünməsidir. Deməli, burada 35 olmalıdır. Bundan əvvəl isə 140 olub. Burada y isə, deməli, burada 2y, burada 4y olub. İndi yuxarıdan aşağı isə 40% artıb. Yəni, x-i 40% artırmaq, onun 140%-ni tapmaqdır. Bu olur 140. X-in qiyməti demək 100-dür. Digər onun altındakı yerdə isə, deyək ki, biz 70-i 40% artırsaq 2y olmalıdır. 40% artırma 140%-ni tapmaqdır. Bu da bərabər olmalıdır 2y. Və biz buradan y-in qiymətini tapırıq 49. X minus y fərqi isə 100 minus 49. Cavab olacaq 51. –24-cü sual. Bir avtomobil yuma firmasında işləyən Nurlan və Sərxanla bağlı aşağıdakı məlumatlar verilib. Deməli, Nurlan və Sərxan. Nurlan 1 saatda 3 maşın. 1 saatda demək ki 3 maşın. Sərxan 1 saatda 6 maşın yuyur.
1 saatdə 6 maşın yürür. Sərxan Nurluna nəzərən hər maşına 25% daha çox su istifadə edir. Yəni əgər 1 saatda bir maşın üçün Nurlan x litr su istifadə edirsə, Sərxan 1,25x istifadə edir. Sərxan bir çən suyu 6 saata bitirir. Deməli, Sərxan 6 saat işləyib. 6 saat. Tələb olunur ki, Nurlan bir çən su ilə neçə maşın yuya bilər? Deməli, onda biz Sərxanın verilənlərindən belə istifadə edək. 6 saat işləyib, bir maşın üçün 1,25x litr su istifadə edib və 6 maşın yuyub. Bunları biz bir-birinə vursaq, olacaq 45x litr. Yəni çən 45x litr su tutur. Nurlan bir maşın üçün x litr olduğunu görə 3 maşın yuyanda 3x 1 saatda su istifadə edir. Onda belə çıxır ki, 45x-i bölməliyik onun 1 saatda istifadə elədiyinə, tapmalıyıq onun bir çən su ilə nə qədər maşın yumasını, bu da eləyir 15 maşın. 25. Bir avtobusun sərnişinlərin 92% ingilis dilini bilir. Yolun yarısında ingilis dili bilənlərin bir qismi avtobusdan düşür. Deyək ki, 100x nəfər var. Bunun 92x nəfəri bilir. 8x nəfəri isə bilmir. İndi bir qrup yolda düşüb, amma düşənlər ingilis dili bilənlərdir. Nə qədər düşüb? Biz onu bilmirik. Deyək ki, 100x idi. A nəfər yolda düşdü. Oldu 100x çıxar. Və yerdə qalanların, yəni yerdə qalanlar ingilis dili bilməyənləri düşünsə, bilməyənlər 8x yenə də oradadılar. Əgər 90% biləndirsə, demək 10% bilməyəndir. Yəni bu nisbət %10'dur. Bir daha bu hissəyə baxaq. Deməli 100x çıx A avtobusda qalan insan saydı. Onlardan 8x nəfəri bilmir. Sonra bilməyənlərin faizi demək ki 10%'dir, çünki 90% bilir. Bunu da 110'a bərabərləşdirdik. Bir dənə bunu sadələşdirək. Buradan 100x çıx A bərabərdir 80x-dir. A bərabərdir 20x. Yəni 20x nəfər düşüb. Başlanğıcda 100x var idi. Demək ki 20% yolda düşüb.